Uşaqlar, bugün keçirik Azərbaycan torpaqlarının birləşdirilməsinə son təşəbbüs. Son təşəbbüs mövzusunu keçirik. Deməli, biz demişdik ki, Nadirin ölümündən sonra İranda mübarizə aparan iki dənə ən böyük qüvvə var idi. Kərim xan Zənd, bir də Məhəmməd Həsən xan Qacar. Bu Qacar tayfası Bu Qacar tayfası hardan gəlir ona baxmaq lazım birinci. Oğuz deməli, tayfasının Bayat boyundan gəlir və Qacarlar ümumiyyətlə çox mühüm tayfadır Oğuzların, Türklərin tarixində. Nə üçün? Çünki hələ Monqol yürüşləri dövründə onlar köçmüşlər Şərqi Anadoluya. Sonra Ağqoyunlu dövləti yaranan zaman Həsən Padşahın yaratdığı o dövlətin tərkibində iştirak etmişlər və daha sonra ən önəmi bu Qacar tayfaları Səfəvi dövlətini yaradan 7 Qızılbaş tayfasından biri idi və hətta Şah İsmailin şəxsən özünün Əlvənd Mirzənin üzərinə göndərdiyi ordunun, hələ onda şah deyildi, nəysə, ordunun başında məhz Qacar nəslindən olan biri dururdu. Biz dedik ki, baxın, Məhəmməd Həsən xan Qacar üçün nə demişdik? Kərim xan Zəndlə mübarizə İranda və 1757-ci ildə Qarabağa hücum edib Xatma döyüşündə məğlub olmuşdu. 1759-cu ildə bu Məhəmməd Həsən xan Qacar Urmiyanı özünə tabi etmişdi və 59-cu ildə yolda suiqəst nəticəsində öldürülmüşdü. Qacar tayfaları Dəvəli və Qovanlı adlı iki hissədən ibarət idi, belə deyirik. Və Məhəmməd Həsənin ölümündən sonra Ağa Məhəmməd xan Qacar, onun oğlu var idi, Ağa Məhəmməd xan Qacar. Ancaq Ağa Məhəmməd xan Qacarı kim əsir götürmüşdü sizə? Məhəmməd Həsən xan Qacarın mübarizə aparan kim idi? Kərim xan Zənd. Kərim xan Zənd Ağa Məhəmmədi götürmüşdü özünün əsir kimi. Sonra onu əsirlikdən çıxardır, hətta özünün müşaviri təyin edir. Nə zaman ki Kərim xan Zənd ölür, yəni 1779-cu ildə Ağa Məhəmməd xan Qacar gəlir yenə Astrabada və orada küçlü olan Dəvəli və Qovanlı tayfalarını barışdırır, birləşdirir və başlayır İranda mübarizəyə. 1785-1786-cı illərdə İranın çox hissəsini Mazandaran, Tehran, Qum, Kaşan, İsfahan, Xorasan böyük bir hissəsi və digər əraziləri özünə tabi edir. Tehranı öz iqamətgahına çevirir, sonra isə Tehranı paytaxt edir. 1790-cı ildən etibarən Təbriz Azərbaycanın, belə desək, Qacarların Darüssəltənə deyirlər də, belə adətən şahların oturduğu yer belə deyilir. Yəni Təbriz Qacar dövlətinin tərkibində də yüksək yerlərdə idi, əsas şəhərlərdən sayılırdı. İndi bir dənə sizə sual var. Ağa Məhəmməd xan Qacar İranın çox hissəsini özünə tabi edib, Cənubi Azərbaycan xanlıqlarını özünə tabi edib, hətta adını pul kəsdirib, amma yenə də özünü şah elan etmirdi. Sizcə niyə? Ay, sağ olasın. Yəni, bütün Azərbaycanı, Səfəvi dövlətinin ərazisini birləşdirməmiş, özünü şah elan etmək istəmirdi. Amma pul kəsdirirdi adını. Buna görə də nə eləmək lazım idi? Qacar Şimali Azərbaycanı yürüş edib, Azərbaycanı bütün vahid halda öz dövlətinin tərkibinə qatmalı idi. 1795-ci ildə Qacarın Azərbaycana, Şimali Azərbaycanı, təbii ki, dedik ki, Cənubi Azərbaycan xanlıqlarını özünü tabi etmişdi. Şimali Azərbaycanı 3 istiqamətdən yürüşə başlayıb. Birinci yürüş Muğamdan və Şirvandan keçib Dağıstana zərbə vurmalı idi. İkinci yürüşə Ağa Məhəmməd xan özü şəxsən rəhbərlik edirdi. Qarabağı tabi edib Gürcüstanı tutmalı idi. Üçüncü yürüşə də qardaşı Əliqulu xan rəhbərlik edirdi. O da gəlib İrəvanı, Naxçıvanı, o hissələri tutmalı idi. Lakin Ağa Məhəmməd xan Qacar yürüşə başlamazdan əvvəl Şimali Azərbaycan xanlarına məktub göndərir. Məktub göndərir ki, müharibə eləməyək də, təslim olun, belə mənim tərkibimdə qalın, yenə də filan belə məktub göndərir. Ağa Məhəmmədin məktubuna cavab verən, müsbət cavab verənlər olur Gəncə, Şəki və Quba xanlıqları. Baxın, bu hissələr önəmlidir, bunlar testə düşür. Deməli, Ağa Məhəmmədə tabi olan xanlıqlar məktub göndərən kimi Gəncə, Şəki, Quba. Amma Ağa Məhəmmədin məktubuna rədd cavab verən və hətta öz aralarında ittifaq quran xanlıqlar isə müqavimət göstərənlər və öz aralarında ittifaq quranlar. Qarabağdır, İrəvandır, Lənkərandır, Kartli Kaxetiya çarlıqdır, yəni Gürcüstandır. Bunlar öz aralarında ittifaq qururlar Ağa Məhəmmədə qarşı.
Dedik ki, Ağa Məhəmmədin əsas məqsədi nə idi? Birincisi Qarabağı tabe etmək, Şuşanı tutmaq. Gəlir Şuşa istiqamətində Ağa Məhəmməd xan Qacar özü İbrahim Xəlil xan əmr edir ki, Araz çayının qarşısı kəsilsin, Araz çayının Xudafərin körpüsü dağıdılsın. Beləliklə, çox çətinliklə Qacar ordusu Arazı keçir. Arazı keçsə də gəlir Şuşanı 33 gün mühasirədə saxlayır. Və bu mühasirədə qalması ona gətirib çıxarır ki, ordunun ərzaqla təchizatı zəifləyir. Qısacası Şuşanı tabe edə bilmir və gedir Gürcüstanı tutur. Bu arada demişdik ki, 3-cü orduya qardaşı Əliqulu xan rəhbərlik edir. Əliqulu xan da gəlir Naxçıvana, ancaq Naxçıvanda müqavimətlə üzləşir. Buna görə də gedir İrəvanı tutur. Əliqulu xan da İrəvanı tutur. Ağa Məhəmməd özü 1795-ci ildə Gürcüstanı tabe edir, Şərqi Gürcüstanı tabe edir və xərac alır, özünə dövlətin beləcə tərkibinə götürür. Gürcüstanın tabe edilməsindən sonra, Gürcüstanın tabe edilməsindən sonra artıq Naxçıvan, İrəvan, Bakı, Dərbənd, Şamaxı xanlıqları Ağa Məhəmmədə tabe olurlar. Ağa Məhəmməd Şərqi Gürcüstandan yavaş-yavaş geri qayıdarkən eşidir ki, bəs Nadirin nəvəsi Xorasanda qiyam qaldırıb. Ona görə də həm də saray əyanları məcbur edirdi ki, özünü şah elan etməlsən artıq. Çünki yəni bu qədər ərazini tutmuşuq, amma mütləq şah elan etmək lazımdır. Ona görə də 96-cı ilin martında eyni Nadir kimi Muğanda özünü şah elan edir və olur Ağa Məhəmməd Şah Qacar. Ona görə də Qacarın yürüşlərini birinci yürüşdə Ağa Məhəmməd Xan Qacar deyirik, ikinci yürüşdə artıq Ağa Məhəmməd Şah Qacar deyəcəyik. Bu inşallah birinci yürüşü. Yenə də bizə burada düşə bilər tabe olan xanlıqlar, müqavimət göstərən xanlıqlar, bunlar daha çox düşə bilər. Sonra Ağa Məhəmməd Şimali Azərbaycandan çıxan kimi Ruslar başlayırlar Şimali Azərbaycana yürüş etməyə. Və yer gəlmişkən, Ağa Məhəmmədin birinci yürüşünün məqsədləri nələr idi? Birincisi, Səfəvi dövlətlərinin arasında bərpa etmək, Şimali Azərbaycanın öz tərkibinə qatmaq, Rusların təsirini zəiflətmək və digər səbəblər var idi. 1796-cı ildə 2-ci Yekaterinanın dövründə 2-ci Yekaterinanın ordu sərkərdələrinin biri olan Zubovun rəhbərliyi ilə Ruslar yürüş edir. Şimali Azərbaycana və Quba, Dərbənd, Bakı, Gəncə xanlıqlarını Ruslar tabe edir. Ancaq elə 96-cı ildə 2-ci Yekaterina ölür və ondan sonra hakimiyyətə gələn oğlu Pavel ordunu geri çağırır. Bununla da Zubov çıxır gedir. Zubovun çıxıb getməsi ilə Ağa Məhəmmədin işi yarımçıq qalıb, Şimali Azərbaycanın özünə tabe edə bilməyib. Elə gəlib 2-3 dənə xanlıq tabe edib, qayıdıb. Ona görə 97-ci ildə yenidən ikinci yürüşə başlayır. Yenə eyni senari, yenə də məktublar göndərir Şimali Azərbaycan xanlıqlarına. Bu məktubdan cavab verən birincisi olur Naxçıvan xanı Kəlbəli xan. İkinci yürüşün biraz formatı fərqlidir. Özü böyük 60 minlik təqribən ordu ilə gəlir deməli Ərdəbilə, qardaşı Əliqulu xan rəhbərliyi ilə bir ordunu göndərir Təbrizə. Ağa Məhəmməd Ərdəbildə olarkən Naxçıvan xanı Kəlbəli xan durur, qəşəng hədiyyələr filan belə tullana gəlir Ağa Məhəmmədin yanına ki, eşitmişəm şimala yürüşə başlayırsan, mən sənə tabeyim. Hər şey əladır, özüm sənə tabeyim filan, belə. Amma əvəzinə bunu eləyir, Kəlbəli xan tutur atır həbsə. Belə bir epizod. İkinci yürüşün birincidən fərqli zərflər nələrdir? Birincisi artıq şahdır, ikincisi isə Şuşanın tabe edilməsi. Yenə də əsas istiqamət Şuşa idi. Gəlir Şuşaya, bu dəfə İbrahim Xəlil xan müəyyən qədər mübarizə aparır, lakin mühasirəyə düşərək özü qaladan qaçmağı bacarır, ancaq Şuşa qalası təslim olur. Şuşada olarkən Şəki, Şamaxı, Quba, Bakı, Gəncə bu xanlıqların xanları gəlirlər Şuşaya və Ağa Məhəmmədə itaət göstərirlər, tabi olmağa edirlər. Ağa Məhəmməd də neyniyir? Təbii ki, bunların hamısını tutur, salır həbsə. Ən çox əsəbləşdiyi orada kim idi Ağa Məhəmmədin? Gəncə idi, Bakı idi, Quba idi. Niyə? Niyə? Çünki 1796-cı ildə Zubov yürüş edəndə həmin bu xanlar Zubova müqavimət göstərməmişlər. Ağa Məhəmməd də deyir ki, madam ki, mənim müttəfiq idiniz, mənim tabeliyimə keçmək istəyirdiniz, niyə Ruslara müqavimət göstərmirdiniz ki? Gələk Ruslara müqavimət göstərərdiniz, deməli siz xainsiniz. Buna görə də bunların hamısını tutur salır həbsə. Şəki ilə Şamaxın nə icra var orada?
Allah da gediblər. Bu arada qaynayırlar. Hətta ədəbiyyatdan bilirsiniz ki, Molla Pənah Vaqifi də həbsə saldırır. Eyni zamanda bir də İbrahim Xəlil xanın qardaşı oğlu olan Batmanqılın Ciləqəbin Cavanşir bəydir. Vaqifdən deyişir. Vaqif özü üçün orada 12 dənə qıza şey yazır, şey yazır. 1797-ci iyulun 17-sində suiqəst nəticəsində Şuşada olan Ağaməmməd Şah Qacar öldürülür. Ağaməmməd Şah Qacarın öldürülməsi ilə təbii ki, Qacar qoşunu Şuşanı tərk edir, gedirlər İrana və İranda da hakimiyyətə Ağaməmmədin özünün uşağı yox idi, övladı olmayıb. Ona görə də qardaşı oğlu Fətəli Şah, yəni digər adı Baba Şah gəlir. 1797-1894-cü illərdə Baba Şah olmuşdur. Baba Şah olmuşdur. Uşaqlar, burada mən tabi xanlıqları sizə qısaca dedim. Məsələn, fərqli cəhətlər nələrdir? Şamaxı xan məsələn əvvəl müqavimət göstərmişdi, amma Tiflisin tutulmasından sonra artıq tabi olur. Sonra bu yürüşdə Lənkəran xanımı Mustafa xan əhalini Sarı adasına çəkilir, orada deməli müdafiə mövqeyi tutur. Belə yəni, əslində dirənənlər də olub təbii ki, birbaşa tabi olmuşdur. Belə, bu qədər mövzumuz. Sötürün çıxın